Bölgələrimizdə anım günü ilə bağlı tədbirlər keçirilib. Tarixi qələbəmizlə başa çatan 44 günlük Vətən savaşının başlanmasından 5 il ötür. Müzəffər Ali Başkomandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə hər il sentyabrın 27-si ölkə ərazisində anım günü qeyd olunur. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allah Şükür Paşazadənin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazılıqlarında anım günü ilə bağlı tədbirlər keçirilir, şəhid ailələrinə, qazilərə baş çəkilir. Qəhrəmanlıq ətri gəlir payızdan, oğulların şəhid olan fəslidir. İgidlərin vətən üçün can verib, payız əsl qəhrəmanlıq fəslidir. Keçilməz dağları keçən oğullar, Şuşanı atəşsiz alan oğullar, torpağı bağrına basan oğullar, payız yurdumuzun uğur fəslidir. Allahın bir izzət cəlalı xatirinə şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa inayət eləsin. Yeganə şəxslər, şəhidlərdəki ölümün əzabını, əziyyəti dadırlar. Allah Taala'nın hökmü ilə, qüdrəti ilə, ordumuzun gücü ilə, şəhidlərimizin qəhrəmanlığı ilə, qazilərimizin göstərdiyi şücaətlə Qarabağ torpaqları yenidən geri qayıtdı. Allah Təbarək və Teala bu sülhü, bu əmin-amanlığı, bu gedişatı əlimizdən almasın. Daimi, əbədi olaraq xalqımız firavan, xoşbəxt həyat içərisində yaşasınlar.